Gəlin elə sizin oğlunuzdan danışaq, biraz Kəramətdən danışaq. Bəli. Ümumiyyətlə, Kəramətlə bir müddət münasibətləriniz gərgin idi. Bəli. Bugün necədir durum? Bugün də normaldır. Normaldır. Ata-bala münasibətləri çox normaldır. Mən yoldaşıma bir də o detal deyirəm. O evdə hərdən Kəramətin köynəklərini geyinir. Bu mənə necə xoş gəlir. Bu elə-belə qadın deyil, bu Kəramətin anasıdır. Bu Kəraməti dünyaya gətirib. Bu dəyəri mən bilirəm də, içimdə onu saxlayıram ki, bu Kəramət kimi bir oğlu, bir yazısını dünyaya gətirib. Və özü kişi köynəkləri qadınlara çox gözəl yaraşır. Və Kəramət bir dəfə həbs olunmuşdu. Bu Kəramətin evdə bütün paltarlarını geyinirdi. Kəramətin yorğan döşəyində yatırdı. Onun oğluna olan sevgisi də mənim ona sevgimi artırırdı. Onun qadınlığı idi. Sevgi hardan gəlib? Biz elə bilərik ki, mən səni sevirəm, o da desin ki, mən də səni sevirəm. Mən deyim ki, sənsiz yaşaya bilmirəm, o da desin, mən də sənsiz yaşaya bilmirəm. Və bu sözlərdən bezmiş adam bezir, cəmiyyət bezir. Amma gör sevgi haralardan keçib gəlir. Gör sevgi nələrdən keçib gəlir. Ailə quranda biz o xına ilə, xına yaxdıq oluraq. Bəli, bəli. Bir burcuna yazmışdı T, yoldaşım Tabəsdir. Tabəs. Tabəs. Yəni, Tabəs. Hədə çox qız olub. Tabəsdir. Çox qız olublar. Atası deyir ki, Tabəsdir. Və sonra biri də olub, atası da laf istənib, deyir ki, əşbud olsun Saadət. Və T yazmışdı, birine də Q yazmışdı mənim adımın. Və gəldi şəhərə, köçdük Bakıya. Elə oldu ki, bir 10-15 ildən sonra mən evə çox gez gəldim. Gez gəlirdim, 2-də, 3-də, dostlarla falan. Gəldim, gördüm ki, bu uzanıb, yuxu tutub bunu elə oturacaq divanda. Əllərin içinə falamastırla T yazıb, Q yazıb. Gör, sevgi hardan gəlir? O qışqırıb bağırsaydı ki, ay mən səni çox sevirəm, sən məni az sevdin. Bu sevgi davasını, mülkiyyət davası, sevgi də bir növ mənəvi mülkiyyətdir. Bu mülkiyyət davası istər iqtisadi cəhətdən olanda, mənəvi, bu dava dağdırır evləri. Əsas məsələ odur. Əldə yazılan o yazını görəndən sonra hər gün vaxtında gəldiniz evə. Bu mənə çox təsir elədi. Hətta şeir də yazdım ona. Bunu ona görə deyirəm ki, bizim Allah bütün qadınları öz yuvasında xoşbəxt eləsin. Amma sadəcə sözdən qaçsınlar. O quru sözlərdən yoldaşımı xarici ölkələrə aparmışam. Və biz yolda ayrı adam kimi söhbət eləmişik. Və mən başa düşmüşəm ki, bu evdəki adam nə qədər şeyləri bilirmiş. Və mən buna zövq alıramsa, zövq almağın özü də bir istedaddır. Adam var, zövq ala bilmir. Və mən sevgi şeirlərinə tər yazdım. Mən gəldim, gördüm ki, ayaqqabımız, ikimizin də ayaqqabısı qapıda qoşa dayanıb. Ardınca da uşaqların ayaqqabısı. Ardınca da uşaqların ayaqqabısı. Özümüzdən ən çox qapıda ayaqqabımızın qoşa dayanmağını sevdim. Bilsin o nədir? Görsən, bu da dolaysıdır. Birbaşa demirəm, amma mən səni sevirəm. Ayaqqabımızın qoşa dayanmağını sevmişəm. Gərək sən qarşındakı olan o qadın obrazına qarşı yönəlməyəsən, onun başqa cəhətlərini, deyək ki, ayaqqabı məsələsini. Onun dalınca da uşaqlarımın ayaqqabısı, onlar da böyümək istəyirlər. Ailədə çox maraqlı bir hadisə olurdu.